Salam, hər vaxtınız xeyir. Mən İşıq Nöqtəsi Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi Rüstəmi Səkinə. Əgər siz də buraxılış və blok imtahanlarına hazırlaşırsınızsa, bizim videolardan faydalana bilərsiniz. Gəlin keçək mövzumuza. Bugünkü mövzumuz feilin təsriflənməyən formalarıdır. Feilin təsriflənməyən formaları deyəndə nə başa düşürük? Feillər ümumiyyətlə iki yerə bölünür: təsriflənən və təsriflənməyən feillər. Şəxsi və kəmiyyətə görə dəyişən feillər təsriflənən feillərdir. Şəxsi və kəmiyyətə görə dəyişə bilməyən feillər isə təsriflənməyən feillərdir. Feilin təsriflənməyən formalarına məstər, feili sifət və feili bağlama daxildir. Gəlin birinci məstərdən başlayaq. Məstər həm ismin, həm də feilin xüsusiyyətlərini daşıyan sözlərə deyilir. Məstərin feilə aid xüsusiyyətləri nələrdir? Feil kimi hərəkət bildirir, təsirli və təsirsiz olurlar və feilin qrammatik məna növlərinə dəyişə bilirlər. Gəlin bunlara bir nümunə deyək. Məsələn, oxumaq bu məstərdir və həm ismin, həm də feilin xüsusiyyətlərini daşıyır. Hərəkət bildirir, oxumaq, həmçinin təsirli və təsirsiz olur. Oxumaq həm təsirli feil ola bilər, həm də təsirsiz feil ola bilər. Artıq onun işləmi məqamından asılıdır. Həmçinin də qrammatik məna növlərində də dəyişə bilərik. Məsələn, oxunulmaq. Bu olacaq məchul növdə işlənmiş məstər. Və məstərin feilə aid xüsusiyyətlərindən biri də budur ki, ətrafına söz toplayaraq məstər tərkibləri yarada bilirlər. Məsələn, oxumaq təklikdə məstər sayılır. Bunun yanına kitabı sözünü əlavə etsək, kitabı oxumaq artıq məstər tərkibi adlanır. Çünki burada oxumaq sözü kitabı sözünü özündən asılı vəziyyətə salır və tərkib yaradır. Kitabı oxumaq olacaq məstər tərkibi. Və məstər tərkibləri sintaktik təhlildə bir cümlə üzvü kimi götürülür. Məstərin ismə aid xüsusiyyətləri nələrdir? İsim əşyanın adını bildirir, məstər də hərəkətin adını bildirir. Məsələn, oxumaq məstəri özü hərəkətin adını bildirir. Həmçinin isim kimi nə sualına cavab verir, nə oxumaq. İsimdən fərqli cəhəti odur ki, sadəcə nə sualına cavab verir. İsim kim, nə, hara suallarına da cavab verə bilir. Daha sonra ismin hallarında işlənə bilər. Məsələn, oxumaqdan çıxışlıq halda işlətdik. Həmçinin cümlədə mübtəda, tamamlıq, zərflik və ismi xəbər ola bilər. Məsələn, oxumaq şagirdlərin vəzifəsidir. Nə şagirdlərin vəzifəsidir? Oxumaq. Burada məstərimiz mübtəda vəzifəsinə çıxış etdi. Məstərin isimdən fərqli bir xüsusiyyəti də budur ki, isim cümlədə təyin vəzifəsinə çıxış edə bilir, amma məstər təyin vəzifəsinə çıxış edə bilmir. İstisna hallar var ki, məstər kimi, tək kimi qoşmaları ilə işləndikdə təyin vəzifəsinə çıxış edə bilər. Ancaq bu istisnaları nəzərə alıb məstərin təyin kimi işlənə bilməsini deyə bilmərik. İndi isə feili sifətdən danışaq. Feili sifət həm feilin, həm də sifətin xüsusiyyətlərini qəbul edir. Feili sifətin feilə aid xüsusiyyətləri bundan ibarətdir ki, hərəkət bildirir, təsirli və təsirsiz olur, zaman mənası bildirir, zamana görə dəyişmir, sadəcə zaman mənasını bildirir. Feilin qrammatik məna növlərində işlənə bilir, həmçinin də məstər kimi ətrafına söz toplayaraq feili sifət tərkibləri yaradır. Məsələn, nümunələrə baxaq. Oxuyan feili sifətdir. Biz bunu başqa bir qrammatik məna növlərində işlədə bilərik. Məsələn, oxunan məchul növdə işlənmiş feili sifət oldu. Həmçinin də əvvəlinə söz artırıb feili sifət tərkibi yarada bilərik. Məsələn, kitabı oxuyan. Oxuyan təklikdə feili sifətdir, amma kitabı oxuyan bir yerdə feili sifət tərkibi yaradıb və məstər tərkibləri kimi cümlədə sintaktik təhlil zamanı bir cümlə üzvü kimi götürülür. Feili sifətin sifətə aid xüsusiyyətləri nələrdir? Sifət kimi əlamət bildirir, necə, nə cür, hansı suallarından birinə cavab verir, ismin əvvəlində gələrək onu təyin edir və cümlədə əsasən təyin vəzifəsinə çıxış edir. İndi feili sifət şəkilçilərindən danışaq. Feili sifət düzəldən bir sıra şəkilçilərimiz var. Bunlara məsələn an, ən şəkilçisini misal göstərə bilərik. Bir nümunə də yazaq.
Məsələn, gələn. Daha sonra malı, məli şəkilçisi. Məsələn, oxunmalı. Mış-mış, muş-muş şəkilçisi var. Məsələn, oxunmuş. Ası, əsi, oxunası. Daha sonra acaq, əcək. Məsələn, yazılacaq. Daha sonra dıq, üstəgəl, mənsubiyyət şəkilçisi. Məsələn, yazdığım. Bu şəkilçilər vasitəsilə biz fe'li sifət yarada bilərik. Bu şəkilçilərdən bəziləri omonim şəkilçilərdir. Hansıları? Malı, məli, mış-mış, muş-muş, ası, əsi, acaq, əcək. Bu şəkilçilər omonim şəkilçilər sayılır. Çünki həm fe'li sifət düzəldə bilər, həm də başqa bir söz yarada bilərlər. Məsələn, malı, məli şəkilçisinin omonimliyi həm fe'li sifət düzəldən şəkilçisidir. Məsələn, burada yazmışıq oxunmalı, məsələn, olsun kitab. Oxunmalı kitab. Hansı kitab? Oxunmalı kitab. Burada fe'li sifət vəzifəsindədir. Amma həmçinin də malı, məli vacib şəklinin şəkilçisidir. Məsələn, bu kitab oxunmalıdır. Bu kitab oxunmalıdır. Nə edilməlidir? Oxunmalıdır. Artıq burada fe'lin vacib şəklinin şəkilçisidir. Həmçinin də mış-mış, muş-muş şəkilçisi həm fe'li sifət şəkilçisidir. Məsələn, oxunmuş kitab. Hansı kitab? Oxunmuş kitab. Burada fe'li sifət şəkilçisidir. Həmçinin nəqli keçmiş zamanın şəkilçisidir. Məsələn, bu kitabı oxumuşam. Burada mış-mış, muş-muş nəqli keçmiş zaman şəkilçisidir. Həmçinin də imiş hissəciyinin qısaldılmış forması da var. O da mış-mış, muş-muşdur. Daha sonra ası, əsi şəkilçisi həm fe'li sifət düzəldən şəkilçisidir, həm də ki, fe'lin lazım şəklinin şəkilçisidir. Məsələn, oxunası kitab. Hansı kitab? Oxunası kitab. Burada fe'li sifət düzəldən şəkilçidir. Həmçinin lazım şəklinin şəkilçisi kimi də işlədə bilərik. Məsələn, sən bizə gələsisən. Burada isə lazım şəklinin şəkilçisidir. Son olaraq acaq, əcək şəkilçisi həm fe'li sifət şəkilçisidir. Məsələn, yazılacaq yazı. Hansı yazı? Yazılacaq yazı. Burada fe'li sifət şəkilçisidir. Həmçinin acaq, əcək, gələcək zamanın şəkilçisi də var. Məsələn, sən bizə gələcəksən. Burada acaq, əcək, gələcək zaman şəkilçisidir. Bir də əlavə olaraq acaq, əcək fe'ldən isim düzəldən şəkilçi kimi var. Məsələn, dayanacaq. Dayanmaqdan dayanacaq ismini yaratmışıq. Bunları necə fərqləndirərik bəs? Əgər necə suallarına cavab verirlərsə, özlərindən sonra isim gəlirsə, bu zaman fe'li sifət kimi işlənirlər. Amma fe'lin şəkillərinə suallarına cavab verirlərsə, həmçinin cümlədə fe'li xəbər kimi işləniblərsə, bu zaman isə artıq fe'lin şəkillərinin şəkilçisi kimi işlənirlər. Gəlin indi də fe'li sifət və fe'ldən düzələn sifətlərdən danışaq. Bunların oxşar və fərqli cəhətləri var. Oxşar cəhətləri nədir? Hər ikisi necə, cür, hansı suallarına cavab verirlər. Hər ikisi əlamət bildirirlər. Həmçinin isimdən əvvəl gəlib onu təyin edərək təyin vəzifəsinə çıxış edirlər. Bu onların oxşar cəhətləridir. Bəs fərqli cəhətləri nədir? Gəlin nümunələr əsasında baxaq. Məsələn, çalışqan və çalışan. Çalışqan fe'ldən düzələn sifətdir, çalışan isə fe'li sifətdir. Bunların fərqli cəhətləri nədir? Hər birinin özünə məxsus şəkilçiləri var. Fe'ldən sifət düzəldən şəkilçilər leksik şəkilçilərdir, fe'li sifət şəkilçiləri isə qrammatik şəkilçilərdir. Daha sonra, əgər inkarda işlədə biliriksə, fe'li sifətdir.
Məsələn, çalışan təsdiqdədir, çalışmayan isə inkarda olacaq. Çalışqan isə biz bu sözü inkarda işlədə bilmirik, çünki feildən düzələn sifətdir. Yalnızca feili sifətlər inkarda işlənə bilir. Başqa fərqli cəhəti isə odur ki, feili sifət həm əlamət, həm hərəkət bildirirlər, yəni həm feilin, həm sifətin xüsusiyyətini daşıyırlar. Feildən düzələn sifət isə yalnızca əlamət bildirir, sifət kimi işlənir. İndi isə feili bağlamadan danışaq. Feili bağlama həm feilin, həm də zərfin xüsusiyyətlərini daşıyır. Feilə aid xüsusiyyətləri bundan ibarətdir ki, zaman mənası olur, təsirli və təsirsiz olurlar. Feilin qrammatik məna növlərində işlənə bilirlər. Həmçinin hərəkət bildirirlər. Son olaraq isə ətrafına söz toplayıb feili bağlama tərkibləri yaradırlar. Məsdər və feili sifətdə olduğu kimi. Feili bağlamanın zərfə aid xüsusiyyətləri isə nələrdir? Zərf kimi hərəkətin tərzini, zamanını, səbəbini və s. bildirirlər. Eyni suallara cavab verirlər. Cümlədə daha çox zərflik vəzifəsində çıxış edirlər. Bu da zərfə aid xüsusiyyətlərdir. Feili sifətdə olduğu kimi feili bağlamanın da özünə məxsus şəkilçiləri var. Bunlar hansılardır? Birincisi, anda, əndə. Məsələn, oxuyanda. Daha sonra arkən, ərkən, oxuyarkən, armaz. Bir tərəfi təsdiqdə, digər tərəfi isə inkarda işlənir. Məsələn, oxuyar, oxumaz. Daha sonra madan, mədən. Oxumadan, dıqda, oxuduqda, dıqca, oxuduqca, ınca, oxuyunca. Daha sonra a, ə şəkilçiləri təkrarlanan feillərə artırılır. Məsələn, oxuya, oxuya. Bu şəkilçilər vasitəsilə düzəlir. Feili bağlamanın məsdər və feili sifətdən əsas fərqi budur ki, məsdər və feili sifət ismi xəbər olduğu halda feili bağlama ismi xəbər kimi çıxış edə bilmir. Həmçinin də feili bağlama qoşmalarla da işlənə bilmir. Məsdər və feili sifət isə asanlıqla qoşmalarla işlənə bilər. Bugünkü mövzumuzdan bu qədər. Siz də əgər imtahana hazırlaşırsınızsa, bu videoları təkrar açıb biliklərinizi gücləndirə bilərsiniz. Videoların davamı üçün bizi izləməyi unutmayın. Sağ olun.